Kamera kaç. Mayor, baba cevap ver. Mayor, ştaba cevap ver, ştaba. Mayor, ştaba. Senden keçdi xatası uzaqlaşır. Basibin uşaqlar başladı. Mayor, rəşdə cevap ver. Bu kəndin adı nədir? Ne bileyim nedir kendin adı. Kim bilir? Prezamal. Gürəcamaldır. Bura Hasan daxil olur bizim millət Ştaba şeylərimiz. cevap ver. 3 gün, 12. 5-ci gün. Demək bura erməni kəndi. Daha doğrusu bizim onlar yaşayır. Və sizin qeyrətiniz nəticəsində bu oldu bizim Azəri torpağı. Daha doğrusu öz torpağımız Bütün idi. döyüşən əsgərlər qeyrəsində. Mayor, ştaba cevap ver. Yeməklərini sizli qoyub getmişlər, ya mı? Ha koyup geldim ben dereye valla çıksın. Ustam istedim ya. O da hepsi Sizin nə sözünüz var? Buyurun. Hiçbir sözüm yok. Bu bizim qələbəmizin başlanğıcıdır. Bəli. Mən nətəriz? Özü Yatıb təqdim edin. yuxumda gəlməzdi ki, mən bu yerlərdə olacağam. Mən Həşimov Məhərrəm Savarovadır önünəm. İndi gəlib çıxmışam da bura, lap gözəl yerdir. O oğraşlar bilirmiş harada yaşayırlarmış. Hələ özümüz yaşarıq da burada, xeyir ola, onlar yaşamaqdır, elədir. Bəli. Əlsök tadı getdilər. Və inşallah Xan kəndi də Mayor, tutacaq. rəşdə məni. Rəşdə cevap ver. Allahın köməkliyi ilə elə Bu nə tər danışmır ya, bu Nadir orada Amin. çağırır. Allah özü sizə kömək olsun. sağ ol. Sizə qələbə arzulayıram. Allah hamımızın sağ olsun. Bir daha bunu çək, bu vaziyeni minirəm, bunu çək. Vazgeç. Vazgeç diyor, ne bu şeydi bu? Bu uğraş var mı başı var? Andranik diyor. Andranik mi? Kulağı var, Andranik. Senin kulağın uçu senin bu uğraş. Vazgeç. Ha, ters Petros yanında da. Farı çıktığa göre kulağın uçası bir yere. Bakın. Yo, akıbət qardaş. Və indi yuxarıda hara gedəcək? Daha... Az gel onlar. İnşallah kebap. İşte. Bir stresimizi görsün, televizyonda sağlıksınlar. Kaç tane başlıyor ya orada? Buz kimi diyorsun, buz kimi. Gör. Uğraş burası da sertmiş. Gör, kıran burada. Bak arkadaş. Çok Sakalım evli yok bir yakınımızda. Hanım. Ya çayın başında. Sakallı güven 100 yaşında birisinin tepesi olmuş. Yazgın gelmedi. 5 dakika sonra ona atmayacak. Herhalde oğlan öldüğünde yalnızlar. Evet, belki de o adam bacına şimdi. Evet, sen de benim. Götürelim biz daha aşamadık. O avtomatın asınla da magazin olmuyor. 545. 545.
Yaralı var. Hadi yalanı. O kadar adam var abi. Biri çömel abi. Kim vurdular ha? Çek kardeş, çek. Yaxşı günlərinizdə. Kim vurdular? Aya bu! Ulan kardeş. Çekme bunu, çekme bunu. Onun elini çeksin. Eşşələr nə çək? Da biz mənə harda? Mən lapka var. Ölmüştüm, mən lapda bağda. Bir yanda hamı bir yerde kalsın. Dağınırlar. Heç kim dağılmamış, koymuşuz üstüne. Ki hələ çox içki vermədi o zırt topların qabağında. Kalkardık bir bağlacı da ben. Kökümüz kəsildi. Plan yoxdur nəsə yağdı. Plan yoxsa bir dənə şeylə milyonla qura bilmir. Gördün. Plan yox. Lubay şeydən vururdular. Neredesin? 15 Her tarafta hazırlaşmışlar. 15 Fatkırplı komandirimiz Nadir'le biz uzalığı tutmuştuk. Hazırlıksız getdiyimizə görə, bizim məsəl üçün arkadan kömək gəlmədiyinə görə, balaca 18 yaşında, 17 yaşında uşaqlardır. Dünən gəliblər, əllərini avtomat alıblar. Bu olmaz. Hanı bizim o yaxşı olanlarımız, hanı bizim o restoranlarda oturan uşaqlarımız. Olmaz belə. Körpə uşaqlardır, dağı tanımır, avtomatın haratıldığını bilmir. Bəs avtomatı o çöldə bayırda gəzən uşaqlara tapın verin. Slujbadan gələn uşaqları yığın gətirin, səfərbərlik eləyin. Bəs bir belə 4-5 gün uşaqlar burada açsızdır. 2 gündür bizim uşaqlarımız çörək yemir, gecə gündüz dağdayıq biz. Gecə yuxuda yatmamışıq. Ki səhər əməliyyat olacaq, səhər çıxırıq, çıxmışıq, getmişik, kətiyi tutmuşuq. Kətikdən daha nəsyaran da bizimki idi, başqası da bizimki idi, kömək olsaydı, hər bir şey. Olmazaq belə. Siz səbəbkarı kimdə görürsünüz bu günahı? Səbəbkarı bizim deyə arkada komandirlərdən. O Allah rəhmət eləsin. Bəyimiz Allah verdi, bəyin rəhmətə getdiyinə görə heç kəs komandiri təmiz boynuna götürüb bizi şeyləyə bilmir. Allah rəhmət eləsin. Onun ölməyinə bizim bax belə başsızlığımız. Bax bu saatları bəlkə də harada olsa Xocalıya kimi, Xocalı yolunun üstünə kimi biz getməliydik. Komandirimiz Nadirdir. Bax orada var idi, Tərxan var idi. Başqa uşaqlarımız vardı. Olmaz belə. Hər zvodda rasiya olmalıdır. Rabitəsiz orada olmalı. Rabitə olmalıdır ki, ona görə ki, bir-birimizi meşədir, qalın meşəlikdir. Erməni cığırları tanıyır, biz tanımırıq. Bir-birimizi qırmızı bağlamışıq ki, heç olmasa barıb bir-birimizi vurmayaq. Rabitə ilə əməliyyat aparmaq lazımdır. Kombriklə, arkadakı komandirlərlə. Ki, biz hardayıq, hansı nöqtədəyik, kömək gəlsin, gəlməsin. Biz girmişik, bizi vurmasınlar arkadan. Belə hallar da olur. Bugünkü günəcən neçə kəndir götürmüsünüz? Bugünkü günə kimi hardasa Aran Zəmin, Prizamal, Naxçıvanik, Kətiyə də büyünləri çıxmışdıq. Bax bunlardır. Orada da durmuşduq. Dəhraz da arkada, Dəhraz bizim rota getməyib ora. Çox təzdən eşşəklərin Rayondan təşkil eləməyiblər bunu bütün. Heç kəs təşkil eləmir. Dünən axşamdan təşkil olunub, o da gənə yeməklərimiz gəlib sizə. Ona görə çıxmır ki, dəqiq komandanlığımız. Bizə birinci növbədə ağırlı komandir lazımdır bu dəqiqənin özündə. Rəhmətli Bəğdiyim, rəhmətli Allah verdiyini komandalıq ilə 3 saat müddətinə 3 dənə kəndi biz boşaltdıq. 3 saatında gəlib dirənmişdik bu dağa. Axşam da çıxdıq bu dağı almışıq.
Ne kadar oğullarımız kurban gitti, hamısı öldü. Bu ne deməkdir onda? Deməli biz havayı yerə veririk, bu gün yerə bir gün qayıdaq. Siviyazı gətirən olan Rabitə lazımdır, siviya yoxdur. yoktu. Bu yoktu. Bir rota nəfərimiz- o Su yoktu. Üç metre suyla. bir dənə. bir rota o yüzden hücuma geçir. Bir rota bilmir axı ki, Siviyaz olsa bilər o rota keçir, bu da keçir hücuma. Bir rota keçir hücuma, bu bir rota durub qalıb baxır, bilmir. Bilmir ki kim kimi atır. Kiminki kimə heç sizin başı Biz çıxmır. buradan keçdik, Sivəz yoktu. Biz buradan keçdik hücuma, oradan bizi özümüzünkiler bizi başladı gülələməyə. Sivəz yoktu. Bir də mənim bir dənə xahişim. Azərbaycanın o əsgəri çəkib, zapasda belə o arxada spesialistləri xahiş eləyirəm. Onların qeyrətinə qurban olum. Nə dərrə qədər də olsa, dərəcə qədər də onların qeyrəti var yəqin ki. 18 yaşında prezident gəlib burada döyüşə bilməz. Qoy gəlsinlər, qorxmasınlar. Bu torpaqları ki biz almışıq, buradan da qabağa gedəcəyik. Heç kəs qorxmasın. Amin. Kişisiniz denən. Nə olar? Axı hamının qeyrəti var. Qeyrəti öz olsun. Evində qeyrəti var, axı çöldəkinin də qeyrətini çəkmək lazımdır. Burada Xocalda bir belə qırğınımız olub, Şuşada qırğınımız olub. Anamız, bacımız nə köklərə salınıb, olmaz axı belə. Ataların belə bir məsələ var. Deyir, vətən qeyrətini bilməyən oğul, ailə qeyrəti heç vaxtı bilməz. Deməli, o adam ki, bu gündə ki, vətənin bu dar gündə vətənə yaxın gəlmirsə, deməli, o öz ailəsinin qeyrətini bilmir. Çəkmir ailəsinin qeyrətini. Çünki bu günləri buradakılar ana bacıları bu hala düşəndə bizim ana bacımızı burada deyil. Bizim öz ana bacımızı. Sabah gedəcək yenə bizimkiləri də orada. Hanı onların qeyrəti? Deməli, bunlar istəyir ki, hamısının qeyrəti tapdalansın. Burada vətən qeyrəti tapdalan, Xocalı əhvalatında vətən qeyrəti tapdalandı. Qeyrəti olan adamlar əlinə silah götürüb gəlirdi. Hanı o qeyrətli uşaqlar? Bir də Seyid xahiş edirəm, sən Allah, biz 5-ci gündür burada uşaqların ailəsindən, uşağından çox adamın xəbəri yoxdur. Şəhərlərdə şairlər yazır ki, Allah verdi və rəhmətə gedib, onun dəstəsi dağılıb, onun dəstəsi dağılmayıb. Allah verdi bəyin ruhu qarşısında biz yenə danışmışıq, bütün şəhidlərimizin ruhu qarşısında. Heç bir vaxt elə şey ola bilməz. Hamımız sağıq. Olub, ikimiz adımız olub, azdır. Yaralananımız da var, rəhmətə gedənlərimiz də var. Gənə də biz ruhdan düşməyəcəyik. O cəmaata çatdırın, burada uşaqları olan, Qarabağda uşaqları olan, qardaşları olan, yoldaşları olanlara çatdırın ki, sağ-salamatdırlar hamısı. Heç bir narazıçılıq, şayələrə, panikalara uymasınlar ki, kimsə dəstəsi gedib müasirə düşüb, kimsə dəstəsi itkin düşüb, plen düşüb, elə söhbətlər olmasın. Ayıbdır, bundan özümüz bir-birimizi qırırıq. Arkadaşlardan etibarlı olmasaq, burada biz başlayırıq pis hallara düşməyə. Bir də o ölənlərin ailələri bilsin ki, onların oğlu mu və ya qardaşı mı, əri mi, bunlar öldü. Onlar fikirləşməsin ki, elə bundan yetib. Biz də onlara bir qardaşıq. Biz onların qanını yerdə qoymayacaq. Son damla qanımıza kimi biz onların qanını içməliyik. Onun için ki o boyda da içki biz olurdu. O boyda bizim kətlərimiz adımız gedibdi ki biz nədə o boyda şey gəlib bizə şeyləri. Biz and içmişik ki, mən özüm and içmişəm ki, lişin özüm. Bax bu gülə mənim lişin özümküdür. Yaxşı, bir dənə bağla. Gedək Seyid. Şeylə bu bağlı onu bir dənə. Dostlar görən nə çəkirsən? Raket adı işte ama. Vermişim. Da bilim. Ben desem bunu gösterəcəklər. Anlar. Dönən deyim. Su gətirib çıxardan yoxdur. Öyle bir yolla da öyle. Seyit'teki basağa düştü. Bunu bilmiyordum. Ne? Demişim ben yanına ayrılmam. Ne tarafa duruyorsun? Hele şu yola götürüyor. Kulak sürdü. Osman icazə ver çəkin bunu. Şimdi Ali.
Ermənilərin durduğu pozisiyanın altında dayanmışdıq. Eşitdik ki, Ruslar başladılar Rus dilində danışmağa. Rus ofserləri, Rus soldatları. Abrabatovay, Sleva, Naprava belə-belə sözlər eşidirdi ki, hansı ki, ermənilər öz dillərində danışır, amma Ruslar da öz aralarında belə Rus dilində O ikinci danışırdılar. köməkdir, onlara gəlmişdi Ruslar. Sonra Azərbaycan dilində bizim uşaqlarımızı, məsəl üçün, ermənilər bir də görürsən ki, Allah'dır, mühasirəyə zadır. Ona görə də biz qırmızı bağlamışıq. Hamısı. Bizə əllədirlər. Mən də elə bildim ki, bizim öz uşaqlarımızdır. Yaxşı ki, tez uşaqlarımızı arkaya çəkdi, yoxsa seçkimiz çox olaydı. Bizim kimi qırmızı bağlayıb, məsəl üçün, onlar hər cilidə girirlər də, bax belə. Əvvəl qırmızı bağlamışdı, sonra söndü ağ. Onlar Başımıza bağlamışdı ki, qırmızıları. Sonra komanda verdik ki, qırmızılar dağılsın, qırmızılar zadlar hamısı yığılsın ki, heç olmasa bilək görək öz uşaqlarımızı. Deməli, biz Xəzər adı ilə bir-birimizə başladıq ki, aramızda olan məsafədə parolumuzu Xəzər adlandıraq ki, qırmızıları soyunaq ki, öz uşaqlarımız bilək ki, erməni vurur, yoxsa biz ermənini vururuq. Ayrı seçkili olmasın. Rusların, ofserlərin, bir də ki, orada o minamyotların gənə də eşidirdik. Minamyot qurğuların Ruslar eləyir. Onlar istifadə edir. Onlar istifadə edir. Minamyot qurğuların, biz ona görə ki, onların alt hissəsində dayanmışdıq. Üstdən deməli, eşidilən səslər hamısı minamyotun deməli o koordinatların zadını deyilməyə Rus dilində dəqiq deyilir bir-birlərinə, Rus ofserlərinə bir-birlərinə deyilir ki, hansı koordinatda biz harada oturmuşuq, bizim uşaqlar haradadılar, oralar vursun, o tospana, haradakı böyük qüvvələr var. Bizim haradasa o da bir 200-150 nəfərə kimi uşağımız vardı. Yaxşı ki, Kətik yoluna kimi çıxmışdıq. Oradan da aşağı gedəcəkdik. Oradan da ağzı aşağı Xocalıya tərəf. Əskəranımız adı da götürmək olaydı, hər şeyi. Ermənilərin itkiləri çoxdur. Hə, çox var. İtkiləri onlar çox bilir orada. Elə Mekədəyim nə qədər qalıb bəndir. Çatırlar. Mehmet da. Hadi getir. Elimiz de gitti. Gitti. Mehmet gitti. Evet. Gelirse! Ha? Komandirin getirip çıkartan komandirin oğlu demiş.
En qabaqda süzdür ama. Bataku, batalyon, yol komandir batalyon. Baxma yox. Fabrika vaziyet. Avtomatla oranı boğuruyorum. Halbuki orada tank lazım idi, minamyot lazım idi. Var ne su bırak çıkartıyorlar, 5 yıl müddetine bir kuruşla su çıkartıyorlar. Yani biz bir çeşitler çıkartıyorlar. Bir ev patron çıkartıyorlar. Ya 4 yılda 500 lira patron da yedi. Götürmüş oldu. Şuna demeyin. Atandan sonra kızır eləyər o. Hele sen görüştü, hele lülesini taksın olasın. Prosto lazım olur. Ermeni özleri bak. Özləri bax, sama deyil. Burada bu kəsik görür müsün? Atar artık üstü. Altlar. Saqqallı. Ömründən də meymuna oxşuyursan. Nam kardeşim nam. Meymuna oxşuyorsun, yüyün də. Ha, anne yılma. Bit basma. Bayfı gerek.